Avropadan hər kəsə həmişəki kimi salamlar. Dostlar, bugün 18 iyun 2025-ci ildir. Biz həmişəki kimi çıxmışıq gəzməyə. Səlü velosipedimizlə nə almağa çox isti olduğuna görə biz qərara gəldik ki, uşaqlar üçün belə bir marojna alaq. Bu kakosludur. Deməli 500 qramdır, 2 euro 50 sentadır bizdə belə qablarda. Deməli dostlar, belə parklar var, belə gözəl, yəni istirahət eləmək. Bunlar şəhərin içindədir. Deməli dostlar, qızım dedi ki, biraz mənim üçün gül topla. Belə bir gül topladı. Baxın, belə bir parklardır, dediyim kimi. Bu şəhərin ortasıdır. Burada daha çox belə parklara, sakitçiliyə üstünlük verirlər. O tərəfdə görsənmir binalar var. Bu tərəfdə binalar var. Yəni belə. Dostlar, baxın, belə parklardır. Təmiz, sakit, insan gəlib kitab oxuyur, yemək yeyir. Yəni çay var, hər cür heyvanlar var burada. Yəni evdən çıxıb ürəyin istəyən zaman belə parka, belə təbiətə gəlib çatırsan 3-4 dəqiqə. Bu hər məhəllələrdə var belə bir parklar. Və velosiped yolları da var. Ümid edirəm ki, bizdə də belə velosiped kültürü inkişaf edəcək. Velosiped kültürü inkişaf edəcək və insanlar velosipedlərlə, saatlarla, yəni buradakı kimi velosiped insanların ayrılmaz hissəsidir. Bu qədər. Baxın dostlar, ördəklər. Bunlar ördəyin balalarıdır, bax. Bax, bu ilin balasıdır, çox güman, bax, görün neyini. Dediyim kimi də bizdə olsaydı biraz sökmüşdülər, tikmişdilər burada göydələnləri. Ya girişin pulunu eləmişdilər, ya da nəysə, o bizim ideologiyamız var da 6 moyka üstü çayxana. Amma burada çox şükürlər olsun ki, belə bir təbiətə, bir ağaca əl vurmaq, yəni bir ağac 20 alimə bərabərdir. Sadə insana da yox, 20 alimə.